Başlayaq dostlar. Bir əsr atılmış Azərbaycan radiosundan səslənirik sizə. Yeni tariximizi, şəhidlərimizi Şuşa mədəniyyət paytaxtıdır. Muğamlarımız bizim mənəvi Qədim, sərvətimizdir. zəngin Azərbaycan mədəniyyəti. Danışan ilmələrdən, xalçalardan, gözəl 44 günlük müharibə şərəfli bir tarix kimi yazılır. gündəmi izləmək istəyiriksə sosial şəbəkələrə Dədə Qorquddan gələn saz, söz qulağı. görə bölgələrdə vəziyyət Qarabağın baş tacı Şuşadan reportajımız var. 60 dəqiqə. Artıq efirdir. Başladıq. Salam, hər vaxtınız xeyir olsun əziz dinləyicilər. 60 dəqiqə yenidən efirdədir. Hər vaxtınız xeyir, hörmətli dinləyicilər və YouTube izləyicilərimiz. Azərbaycan Radiosunda 60 dəqiqə verilişini dinləyirsiniz. Bugün çox maraqlı müzakirəmiz olacaq və müzakirəyə keçməzdən əvvəl aparıcılar Rahib Əhmədoğlu və Günay Budaqovadır əziz dinləyicilər. Rejissor pult arxasında Elçin Mircəfər əyləşib. YouTube üzərindən rejissorumuz Fərid Məmmədov, prodüserimiz xanım Cəfərovadır. Tam Bəli, komanda tam heyət heyəti ilə buradayıq. buradayıq. Bəli. Bugün qonağımız da var əziz dinləyicilər. Düşünürəm ki, qonağımızın adını eşidəndə hər kəs sevinəcək. Çünki qonağımızı birinci elan eləyim. Qonağımız filosof Müşfiq Ötkündür əziz dinləyicilər. Xoş gəlmisiniz Müşfiq müəllim. Xoş gördük sizi. Çünki ona görə demədim ki, Müşfiq müəllimin adını eşidəndə artıq hamı sevinir. Çünki onu sevənlər çoxdur. Bəli. Onun fikirlərini son zamanlar bu qarma-qarışıq, biraz qaranlıq dünyası var gənclərin. Ora işıq saçır. Hə, gənclərin çoxusu Müşfiq müəllimin işığına toplaşırlar, ondan məsləhətlər alırlar, dəyərli fikirlərinə önəm verirlər. Elə ona görə də biz bu gün Müşfiq müəllimi studiyamıza qonaq çağırdıq. Bir daha xoş gəlmisiniz deyirik Müşfiq müəllim və istəyirəm ki, davam eləyək. Hə, Elçin, davam eləyək söhbətimizə. Müşfiq müəllim, filosof sözünün özünün mənası elədir ki, belə izah eləyirlər ki, filosoflar müdrikliyi sevəndir, həqiqətə can atandır. Bax, nədir həqiqət? Harda axtaraq onu? Həqiqət əbədi bir sualdır da, amma son vaxtlar o qədər mənə bu sualı verirlər ki, gənclər, mən də artıq təkrar təxminən eyni şeyi xatırlamalı oluram. Bu həqiqət elə bir sözdür ki, ya elə bir fikirdir ki, elə bir qənaətdir ki, ona gəlib sən çatanda acılarına son gələcək. Əsas bizim acımız da odur ki, biz burada öləcəyik. Biz elə bir dərman axtarırıq ki, bu ölümsüzlüyü nağıllarda axtarıblar. Məsələn, ölümsüzlüyü. Dirilik suyunu. Hə, dirilik suyu. Bu həqiqət dirilik suyudur. Hə. Hə. O elə bir şeydir ki, o sənin həyatına əbədi bir dirilik gətirəcək və sən ölümü belə önəmsəməyəcəksən artıq. Ruhumuza əbədilik gəldiyini anladığımız an həqiqəti dərk eləyəcəyik. O belə bir yəqinliklə gəlməlidir. Elə belə kimdənsə eşitmisən, yox ha. Onun yəqinliyi də sənə gələndə, onun yəqinliyi sənə gəlməsi üçün sən gərək qəlb-evi təmizləyəsən, düzəldəsən, hazırlayasan ki, o yəqinlik orada bitə bilsin. Ha, o bitəndə o fikirlə bərabər yəqinlik, o həqiqət olur. Ha. Ona görə də həqiqət məsələn həmişə var, amma biz həmişə yoxuq. Biz hazır olanda həqiqəti biz qavramış oluruq. Həqiqət biz hazır deyiliksə, həqiqət bizə sadəcə cümlə kimi gələcək, bir ağıllı fikir kimi gələcək. Ağıllı fikir deyil, adamı məst eləyən fikirdir həqiqət. Məncə subyektivdir. Həqiqət subyektiv bir qənaətdir. Kiminsə həqiqəti digəri üçün doğru olmaya bilər. Tamam. Subyektivdir həqiqətən. Həqiqət, amma subyekt nədir? Subyekt dərk edən varlıq deməkdir də. Məsələn, bütün sivilizasiya ən ali subyektlərin həqiqətləri üzərində qurulmuş bir binadır. Ən ali subyektlərin. Aşağı səviyyədə insanlar dərəcələrlə bir-birindən fərqlənirlər də. Kiminin obyektivlik səviyyəsi falan, nə bilim, görmə qabiliyyəti fərqli olur da. İndi bu peyğəmbərlər, bəşəriyyətin müdrik insanları ki, olublar fərqli-fərqli sivilizasiyalarda, bunların subyektivliyi elə bir ali mərtəbəyə gəlib çıxıb ki, onların qoyduğu həqiqəti zaman əridə bilməyibdir. Əridə bilməyən şeyə tabi olur zamanə. O mədəniyyətin çox önəmli təməl daşlarına dönüşür. Başa düşürsünüz? Məsələn, muğamı bəyənməyə bilərsiniz siz.
Gənc bir adam deyə bilər, bu nə musiqidir, qulaq asır mənim babam da, məsələn, muğam. Amma muğamın təməlindəki həqiqət çox ali subyektivliyin dərki olduğu üçün o gənc biraz gedəcək, gəzəcək, dolunacaq, yaşlanacaq, saçı saqqalı ağaranda barmağın dişləyəcək ki, bu nə gözəl musiqiymiş. O mənada nisbidir ki, o hələ yetişməyib, kaldır o ali subyektivliyin dərk etdiyini qavramağa. Yəni həqiqət subyektivdir. Amma o gözləyir ki, sənin subyektivliyin yetişsin. Ali ruhlar üçün. Ali ruhlar üçün o obyektivdir. Aydın. Ki, məsələn, Nəsimidə bu çox vardı. Haqqı bilən bilir ki, mən zənn-i gümanə sığmazam. Sənin üçün subyektivəm. Amma haqqı bilənlər üçün mən zənn-i güman xaricindəyəm. O obyektiv həqiqət. Onda bax sizin bu sözlərinizdən belə nəticəyə gəlmək olur ki, o müqəddəs kitabda da deyildiyi kimi insan yer üzünün əşrəfidir, Tanrının yaratdığı ən ali varlıqdır. Bu ali varlıq ki var, onun özünü dərk prosesi biraz çətin prosesdir də. Yəni elə bəlkə fəlsəfə də ondan yaranıb, bir çox elmlər də ondan yaranıb ki, insan özünü dərk eləməyə, özünü kəşf eləməyə çalışır, belə deyək. Və yəqin ki, özünü kəşf eləyəndə də elə həqiqətə çatmış olur. İnsan ən ali varlıqdır sözünə belə şübhə ilə yanaşıram. Mən elə gəlir ki, bu bir çox geniş yayılmış bir illüziyadır. Mən düşünmürəm ki, biz insanlar mələklərdən daha yüksək mərtəbədəyik. Biraz egoist yanaşmadır. Orada o səcdə edin, yəni ayəsini də biz doğru düzgün anlamamışıq ehtimal ki. Niyə? Niyə görə? Çünki bir varlıqlar ki, Allahın taxtını daşıyırlar, ona bu qədər yaxındılar. Sən heç onu görməyə belə hələ layiq görülməmsən. Onu anlamağa belə hələ yavaş-yavaş bilirsən. Bu tərbiyəsizlik idi də biraz da. Buna getmək lazımdır. Maraqlıdır. Yəni mən özümə izin vermirəm ki, bir insan evladı olaraq özümü bütün varlıqların əşrəfi sayım. Qətiyyən. Hətta sizə bir söz deyim, mən gəncliyimdə arada bir belə taktika edirdim, meditasiya edirdim özüm üçün və çox da mənə faydalı oldu. Təkəbbürüm çox idi mənim. İndi də hələ var biraz da. Məsələn, gedirdim yol boyu gedə-gedə bu otlara baxırdım, deyirdim, mən bu otdan böyük deyiləm. Bu qarışqadan böyük deyiləm. Bunu deyə-deyə təkrarlayırdım özüm. Çünki belə plankanı aşağı salıram, ruhum rahat olur. Əslində gözəl metoddur, üsuldur. Bu bir meditasiyadır. Şeydə də var, o Rabindranath Tagore'dan götürmüşdüm onun şeirlərindəki. Yer üzündə bitən balaca bir ot belə uzaq planetlərə bərabərdir. Yəni o və yaxud böyük balaca ilə deyir, qol boyun gəzir, ortabab isə tək tənha gəzir. O ortabab kimi tək tənha olmaq istəmirdim. Ona görə balacanı da böyük qədər dəyərləndirmək lazımdır və təkəbbürə də izin vermək lazımdır deyil. O qavrayışda çox önəmli bir korreksiya eləyir, sonra sən kör olursan. Egonu nəzarətdə saxlamaq lazım. Ona görə o əşrəf söhbətini də mən qəbulləmirəm. Amma həqiqətən insanın durumu çox çətindir. Biz qaranlıqdan işığa keçmə mərhələsində mövcud olan bir varlığıq. Heyvandan ilahiliyə. Bizi pərt eləyən məsələ budur ki, biz heyvan bədənində yaşayırıq da. Bütün maddələr mübadiləsi, bunun yan etkiləri falan hamısı da bioloji varlıq kimi mövcuddur. Bioloji varlıq kimi mövcuduq. Məsələn, dişlərimiz var, ağzımız, dilimiz, caynağımız, nə bilim, mədə bağırsağımız. Amma gözümüz, ruhumuz əbədiyyətdədir. Arzularımız oradadır. Biz hətta sevəndə belə sevdiyimizə əbədiyyət qatırıq, gözəllik qatırıq, sevirik. Yemək yeyəndə belə onu bəziyirik. Məsələn, kulinarlar var, yeməyi bəziyirlər. 10.000 manata yemək də düzəldirlər, nə ilənsə bilmirəm. Çünki biz hər şeyə bir əbədiyyət qatıb yemək istəyirik. İnsan ruhunun buna ehtiyacı var da. Əbədiyyətə ehtiyacımız var. Mənaya ehtiyacımız var. Ona görə bu qəribə bir heyvanıq biz. Çox qəribə heyvanıq. Gözü göydə olan heyvanıq. Maraqlı yanaşmadır. Bir mahnı dinləyək dostlar. Sonra yenidən buradayıq. Hörmətli dinləyicilər, Azərbaycan Radiosunda 60 dəqiqə verilişi davam edir və fasilədən əvvəl Müşfiq müəllim maraqlı müqayisələr apardı.
insan düşündürdü. Hətta bu fasilədə mən çox düşündüm bununla bağlı. Müşfiq müəllim, bir məsələ var. Bu məni də düşündürür, bəlkə də hər birimizin ağlına gəlib nə vaxtsa. Baxın, primitiv bir misal gətirəcəm. İnsan deyir, mənim qolum və yaxud da qolum. Mənim qolum deyən insanla qolum deyən insan arasındakı bir fərq nəyə görə? Mən burada nəyi özüm üçün araşdırma aparmışam? Bəlkə də yanlışdır, bəlkə də doğrudur. İnsan özünü ruh kimi tanıyır, yoxsa bədən kimi tanıyır? Bax, bu mənim üçün maraqlıdır həmişə. Biz bədəndən mi ibarətik, yoxsa ruhumuzu dərk etmirikmi və yaxud da hər ikisinin vəhdətini mi dərk edirik, ya da ikisini də dərk etmirik? Bax, bu maraqlıdır. Məncə belə deyək ki, insan o öz ruhi varlığını dərk eləyəndə, bax, o məqam o mərhələ maraqlıdır da, necədir? O mərhələni, İkisinin vəhdətidir də. Bəli. O çaşqınlıq ki var. Məsələn, uşaq balaca olanda anaları çalışır ki, onun dırnaqlarını tutsunlar. Bəzən əllərini torbaya da qoyurlar. Çünki üzünü tanımır, üzünü cırmağa başlayır uşaq. Belə tutur saçından, belə bilmir ki, bunundur. Qəribə gəlir ona. Bir də görürsən ki, əlini ağzına alıb sorur. Bəli, bəli. Çünki o onunla tanış deyil. O ayağı ilə tanış deyil. Ona hər şey maraqlıdır. Və əslində bu period ki, bu bədən mənə aiddir. Bunu anlamaq da insanın işidir. Və sonra insanın azadlığı bunun üzərində qurulub ki, sən özünü bədən olmadığını bir ömür boyu dərk eləməlisən. Yoxsa ölümə hazır olmayacaqsın. Bax, bu qənaəti mən gözləyirdim. Əla. Mənə elə gəlir ki, elə ən doğru yanaşma da məsələ belədir. Əslində, yəni bunu bizə bir lütf olaraq veriblər, bu problem situasiyasını. Ki biz bu bədəndə yaşayırıq, bu bizə əzizdir. Məsələn, mən yadımdadır, 20 yaşında mən necə idim də. İndi baxıram ki, 58 yaşında yaşlı kişiyəm, metroda durub yer verirlər. Maşallah olsun. Yəni, adam istəyər gənc qalsın da, amma onu saxlaya bilmirsən əlində. Və elə bir ki, dartırlar əlindən bunu. Başa düşürsən ki, bu gedəcək. Kimdən küstü cavanlığım? Bu gedəcək. Bayaq sizin verişə gələndə yol boyu birdən qonaq anlayışına zikirlədim. Dedim, buna bax, bütün mədəniyyətlərdə qonaqlıq və qonağa münasibət müqəddəsdir. Bu, ümumiyyətlə, insanlığın təməlidir. Bunun təməlində nə həqiqət durub, bilirsinizmi? Gördüyün nə varsa hamısı qonaq nitəliyindədir. Bəli. Yəni, hər şey müvəqqətidir. Ona görə qonaq anlayışının başına fırıran ki, bu həqiqəti tez dərk eləyəsən. Bu həqiqət gözünün önündə olsun. Evə gələn qonaq son dərəcə dəyərlidir. Ona ən yaxşı yeməkləri pişirib qoyacaqsan. Gündəlik yediklərini yox. Ən yaxşı qabları şkafdan çıxarıb onun qabağına qoyacaqsan. Çünki o çox dəyərlidir. Amma o gedəcək. Qalmayacaq. Sən özün də elə qonaqsan. Özümüzə də qonaq. Bu yanaşmaya təəssüf deyək, yoxsa yox? Yox, buna hazırlaşmaq lazım. Buna hazırlaşmaqdır. Biz mədəniyyətimizi həqiqətin başında toxumuşuq ki, çeşidli ayinlərlə qonaq qarşılama da dini ayindir. Bəli. İndi veriş aparmaq da bir dini ayin ola bilər əslində. Biz ölməyə hazırlaşırıq. Biz bu dünyadan köçməyə hazırlaşırıq. Bu həqiqəti nə qədər çox zikirləsək çeşidli ayinlərdə, bir o qədər ürəyimiz buna hazırlaşacaq. Məsələ burasındadır. Bayaq biz məsələn həqiqətdən başladıq. Həqiqətə doğru uzun bir yol var. O yolu getmək lazımdır. O yol birinci addımdan başlayır, amma minlərlə, bəlkə milyonlarla addım olacaq orada. Dünyaya gəldiyimiz anlamda. Həyat doğumla ölüm arasındakı yoldur. O yolda da biz özümüzü, başımızı qatmalıyıq nələrlənsə, həqiqəti dərk eləməliyik, öz ruhi varlığımızın niyə gəlmişik bu dünyaya, onu dərk eləməliyik ki, özümüzü ölümə hazırlayaq. Amma başımızı qatmalı deyilik. Bir dənə oyundan razı söyləyəm. Başımızı bilsiz nə ilə qatmağa gətirmək istirdim söhbəti. Yəni bu dünyaya gəlmişik, hamı xoşbəxtliyin dalı ilə qaçır, hamı xoşbəxtliyi axtarır. Bununla başımızı qatırıq da. Kimlərsə nələrdəsə görür, onunla başını qatır. Hamı xoşbəxtliyi axtarır. Hamı da indi çox belə sosial şəbəkələr vasitəsilə ekran özəl televiziyalarda çoxdur, radiolarda çoxdur. Bir çox insanlara meydan verilib və hamı danışır, hamı istədiyini danışır və buna görə də insanlar arasında bir növ məlumat kirliliyi var. Hamı da xoşbəxtliyi bir cür görür, hərə bir cür yol göstərir ki, necə xoşbəxt olmaq olar.
Müşfiq müəllim, sizcə doğru insan, kamil insan xoşbəxtliyi necə tapmalıdır? Bax, adi sadə bir misal deyim. Əvvəllər bizim üçün xoşbəxtlik sadə idi də. Axşam işdən gəlib ata evə gələndə otururdu, hamı yeməyini yeyirdi, televizora baxırdı, qəzet oxuyurdu, maraqlı bir veriliş olurdu. Hamı oturub ona baxanda ailə özünü xoşbəxt hiss eləyirdi. Və yaxud da nənəmiz, nə bilim, xalamız, bibimiz yayda qış hazırlığı görürdü, tədarük elirdi, mürəbbə bişirirdi, adam onunla xoşbəxt olurdu. Bu yaxınlarda qarşıma bir video çıxdı. Yaşlı bir nənədir, bloq işlədir. Ev işlərini necə görür, onu çəkib paylaşır. Məndə belə bir sual yarandı ki, əvvəllər biz mürəbbə bişirib xoşbəxt olan nənələrimiz hara getdi ki bizim? Nənəmiz gəldi bloger oldu da. Yəni bu ehtiyac nədən Zaman yarandı? tələbidir. Baxır ki, yaxşı pul qazanırlar, o da istəyir pul qazansın. Yox, heç elə bir pul qazanmağı da yoxdur. Yox, mən pis demirəm. Mən insanların o gözləntiləri getdikcə artır, onu nəzərdə tuturam. Yəni sadə həyatı bizə Müşfiq müəllim anlamsız və mənasız deyə yeritdilər beynimizə ki, sən sadə yaşayırsansa, sakit yaşayırsansa, deməli mənasız yaşayırsan. Yox, sən də elə qəbul eləmə. Ümumiyyətlə Görək Müşfiq müəllim nə deyir? Uğur konsepsiyası vurdular bizim beynimizə. Aha, bəli. Hamı uğurlu olmalıdır. Problemdir. 20-ci əsrdə başladı bu. Məsələn, ulduz olmaq, ondan sonra məşhur olmaq, tanınmaq. Yəni riyakarlıq eləmək lazım deyil də. Hər kəs bunu istəyir. Biz də bunu arzulamışıq. Amma bu həyatın keyfiyyətinə təsir edən bir şey deyil. Həyatın keyfiyyətinə təsir edən bir şey deyil. Bu uğur konsepsiyası ilə insanlar sadə həyatı dəyərləndirməyi unutdular. Dad isə oradadır yenə də. Dad həyatdadır və sadə səviyyəsində belə həyatdadır. Niyə görə sadə deyirəm? Əslində bu da testdir. Sən əgər sadə həyatda xoşbaxt ola bilirsənsə, demək sən həqiqətə çatmısan, demək sən həyatı qeyri-adi görməyi öyrənmisən artıq. Sadəlik də sənə əngəl deyil. Sadəlikdəki gözəlliyi görürsən. Yəni sadəlik sənə əngəl deyil, həyatın qeyri-adiliyini görmək üçün. Bax, biz insanlar nə edirik də? Bayramlar təşkil edirik. Konfettilər atırlar, fişəng atırlar, nə bilim, xüsusi bir şeylər bəziyirlər evi ki, gözümüz sadə yox, təmtəraqlı görsün və bayrama hazırlansın qəlbimizdə. Biz qəlbimizə kömək eləyirik ki, günü bayram eləyək. Amma əgər sən bayram olmayan günü də bayram kimi yaşamağı öyrəndinsə, sənə zaval yoxdur. O zaman sən həqiqətən xoşbaxtlığa, keçici olmayan bir xoşbaxtlığa çatmısan. Bunun üçün nə etmək lazımdır? Bunun üçün çox sadə, amma əslində çətin bir vəzifə durur. Çox şükranlıq praktikası eləmək lazımdır. Məsələn, şükür nə demək? Təşəkkür deməkdir də. Bizə bir hədiyyə alanda biz şükür eləyirik. Təşəkkür eləyirik. Quran deyir ki, bol-bol öyün Allahı. Allahı övmək, Allaha təşəkkür eləməkdir. Ki, nə gözəl dünya yaratmısan. Bunu o qədər eləyin ki, həyat sizə əvəzi olmayan bir hədiyyə kimi görünsün. Və bayram eləyəsiz onu. Sahib olduqlarımızı gözümüzdə böyüdək də. Yəni o mürəbbə bişirməkdirmi, nə bilim, uşaqlarına nağıl danışmaqdırmı, gedib gəzməkdirmi? Məsələn, bir köpəyi çıxarırsan gəzməyə, o qədər sevinir ki, gəzməkdən ötürü. Razıyam. Baxırsan, deyirsən, bu nəsə əhəmiyyətli bir şey itirmişik. Sadəcə çıxıb gəzmək dünyanın dadıdır. Mənim yadıma gəlir ki, rəhmətli anam biz uşaq olanda götürürdü, bizi aparırdı, bir söhbətgah var idi bağçada, evimizin arxasında. Otururdu orada, toxuyurdu, biz də onun ətrafında fırlanırdıq, qaçırdıq, gəlirdik, gələndə bizə bir yemək verirdi, sumkasından çıxarıb, çantasından. Mən son vaxtlar çox-çox xatırlayıram o məqam. Mən əgər həyatımın ən ləzzətli məqamları olub. Heç bir şey eləmirdim. Qayğısız. İnstituta daxil olmağın sevincini yaşamırsan, hansısa nə bilim qələbənin sevincini yaşamırsan. Sadəcə anan yanındadır, sən də onun ətrafında oynayırsan. Həyatı qoxlayırsan, həyatı hiss edirsən. Bəlkə də elə əsl xoşbəxtlik odur. Ona görə müdriklük həm də biraz uşaqlığa qayıtmaqdır. Ki, həyatın dadını alana qədər şükr eləyin. O qədər şükr eləyin ki, həyatın dadını alasın. Doğru şükr eləməyi də bacarmırıq. Adamı soruşsan ki, nə tərsən? Deyir, şükür Allaha. Yəni, daha pis ola bilərdi.
Yox, şükrü elə deməzlər. Şükrü elə eləyin ki, axır həyat sizə hədiyyə kimi görünsün. Ondan sonra həyatın keyfiyyəti artır. Həyatın standartları dəyişib. Ona görə müəyyən məsələlərdə də dəyişiklik var. Bəziləri ilə sizin də dediyiniz kimi həmin bu standartlar dəyişdiyinə görə məşhurluqdur, nə bilim, daha dəbdəbəli yaşam. Standartlar dəyişsə də ruh tərzi. həmin ruhdur da. Ruh, Ruhun təbii ki. əvvəlki Ayarlarımız xoşbəxtliyini, əvvəlki. Amma ona ehtiyacımız var. həmin o standartların bariz nümunəsini biz toylarımızda da görürük. Toylarımızda da nə qədər yeməklərdir, filan israf olur. Hamısı reallıqdır. Bunu danmaq da mümkün deyil. O da başqa bir Yaxşı bir dərddir. şeydir. Əlbəttə ki. Vurar adamı Allah bunun üstündə. Bəli. Davam eləyəcəyik qısa fasilədən sonra. Azərbaycan Radiosunda 60 dəqiqə verilişi davam eləyir. Hörmətli dinləyicilər və YouTube izləyicilərimiz, Müşfiq müəllimlə maraqlı söhbətimiz də davam eləyir. Sizin də suallarınız varsa, həm yazılı, həm də səsli şəkildə göndərə bilərsiniz. Müşfiq müəllim, son vaxtların dəbdə olan bir nəzəriyyəsi var. Bunu Elon Musk atdı ortaya və ondan sonra arxasınca gedənlər də kifayət qədər oldu və dini kitablarla bənzərliyini tapanlar da olub. Mənim kimi, mən bənzərlik tapmışam orada, bilmirəm doğrudur ya yox. Simulyasiya nəzəriyyəsi, dünyanın simulyasiya olduğu Matrix nəzəriyyəsi, eyni şeylərdir hamısı. Buna bir bu sahənin daha dərindən bilən bir insan kimi siz necə baxırsınız? Bu doğru yanaşmadır yoxsa yox? Doğru ola bilir. Yəni o cür də baxmaq olar həyata. Təzə bir şey deyil bu. Budda bunu demişdi ki, həyat, yəni Hind fəlsəfəsində Buddadan da əvvəl vardı ki, həyat illüziyadır, mayadır. Və illüziyadırsa ciddiyə almayın. Yalnız hadisələrə baxın. Sonra subyektiv idealizm də var idi bu qərb fəlsəfəsində də. Yəni zikr eləyirdilər buna. İndi də Amerikan Hollywood filmlərində başlayıblar buna zikirləməyə son 20-30 ildə. Bu var. Matrix filmidir, sonra Jumanji filmidir. Burada onu zikr eləyirlər və Avatardadır. Mən bunu qəbul eləyirəm, yəni o mənada ki, gördüklərimiz real deyil. Doğrudan da real deyil də. Bir insan var idi, sonra uşaq idi, sonra gənc oldu, sonra yaşlı oldu, sonra öldü, torpaq oldu. Hara getdi bu? Sanki elə bir dənə alov idi, göründü, yoxa çıxdı da. Bəli. Yəni bir həyat özü də sanki bir alovdur. Heraklit onu məsəl üçün alova bənzədir deyə yandı, yoxa çıxdı, bir alov dilimi kimi. Bu mənada bir simulyasiyadır sanki. Amma burada önəmli olan nədir ki, bu simulyasiya bizi çox həyəcanlandırır. Biz onu çox ciddiyə alırıq. Biz yapışırıq ondan. Yapışmaq mümkün olmayacaq bir şey. Sanki bir qumdur, barmaqlarımızla tutmaq istəyir, o barmaqlarımızın arasından süzülür. Bu həyat, öz həyatımızda, sevdiklərimizdə yapışa bilmirik heç nədən. Hər şey barmaqlarımızın arasından qum kimi süzülür, çıxır. Və hadisələr də ciddi deyil. Nə qədər ciddi görünsə belə. Amma bizim ürəyimiz üçün o hadisələrdə önəmli mesajlar var, dərslər var. Və ona görə biz o kompüter oyunundakı kimi müxtəlif levellər atlayırıq, müxtəlif oyunlara giririk. Amma bunu bizim üçün yazmayıblar. Məndə o əminlik var ki, onu biz özümüz yazırıq. Bax, burada o tale məsələsi ortaya çıxır. Taleyi özümüz yazırıq. Özümüz yazırıq. Nəylə? Məsələn, tutalım ki, mənim bir kallığım var da. Deyəlim ki, mən loqaritmik tənlikləri həll eləyə bilmirəm. Allah həmişə elə bir situasiyalar çıxaracaq ki, mən loqaritmik tənliyi həll eləməyi öyrənəsən. Və bu situasiyalar bu dırmıq effekti ilə təkrarlanacaq mənim həyatımda. Ta ki, mən o aşamanı keçməyincə, level atlamayınca. Mən bunu öz həyatımda görmüşəm, başqa adamların həyatında görmüşəm. Elə ki, o məsələnin hikmətini anlayırsan, onu ilə bərabər hadisələr yoxa çıxır. Dekorasiyalar dəyişir, sən başqa bir simulyasiyaya düşürsən. Mandela effekti. Bəs buna necə baxırsınız? Nə deməkdir? Mandela effekti daha geniş, elə bir simulyasiyanın biraz da belə deyim də nəzəri şəkildən götürsək, bunu izah eləmək də mənim üçün çətindir. Sizin üçün daha asan olardı təbii ki. Nelson Mandela gördüyümüz
gördüklərimizlə reallıq arasındakı fərq. Gördüyümüz reallıq, bunlar hamısı bir-birindən həm ziddiyyət təşkil eləyir, həm eynilik təşkil eləyir. Həm var, həm də yoxdur. Bax, belə bir yanaşma var burada. Fanidir də, bunu bütün dini kitablarda deyiblər ki, mövcudluq fanidir. Amma onun mesajları fani deyil. Onun üzərində işləmək lazım olacaq. O səni cəhənnəmdə yandırır. Yəni bu həyatın özündə belə. Hansısa bir məsələni həll eləməmsən deyə əzab çəkirsən. Məsələn, müxtəlif adamların həyatlarına baxın. Bir çox adamlar əzab içindədirlər. Anlamadıqları bir həqiqət var. İnat göstərirlər, onu dərk eləyə bilmirlər. Elə sanki bir dairəyə düşüb həyatları elə o əzabın içində Əslində ruhunun o əzaba ehtiyacı var deyə yaşayır da onu. O əzab situasiyası onun üçün bir pajar situasiyasıdır ki, çıx buradan. Öyrətmək üçün. Bu evin içindən çıx. Budda deyir də. Və özü yol tapmalıdır. Və bir yol tap. Yəni ekstremal bir durumdur, bir çarəsini tap bunun. Məsələn, tutalım ki, hansısa bir adam səni qıcıqlandırır. Hansısa bir situasiya səni qıcıqlandırır. O təsadüfən gəlməyib sənin oyununa. Sənin ömrünə təsadüfən gəlməyib. Sənin ondan alacağın dərs var. Dərsi alanda o adamı götürəcəklər. Məntiq oradadır. Sən o dərsi anlamalısan. Anlamayınca o əzab davam eləyəcək. Yəni anlamamaq nəyə deyirsiniz? O həqiqətin hansısa bir üzüdür də, çox önəmli bir aspektidir. O dərk olunmalıdır. Məsələn, tutalım ki, sənin insanlardan umacaqların var. Sən həp insanlardan umursan, Allaha ümidli deyilsən. Ona görə hirslənirsən adamlara. Daima adamlara hirsli bir durumdasan ki, bunun varıdır, vermədi, eləyə bilərdi mənim üçün bu yaxşılığı eləmədi. Və hər dəfədə elə situasiyalar yaradır Allah sənin üçün ki, yaxınında kimsə sənə elə gəlir ki, nəsə eləməlidir və eləmirsən də hirslənirsən ona. Qohumun ola bilər o, ya bir başqası. Ta ki, günlərin bir gün anlayasan ki, o adam heç öz evladı üçün belə xeyir verə bilməz. Yəni yaramazın biri. Yox, onu Allah verir ancaq. Mən doğru başa düşün. Yəni kiminsə deyəlim ki, bir imkanı varsa da o sənə heç bir xeyir eləyənməz. Xeyir eləyən Allahdır. Sən Allahdan gözləməlisən bunu. Onda insanlardan umacağın bir şey olmayanda insanlara münasibətin də sağlam olacaq. Nə qədər ki sən bu həqiqəti dərk eləməmsən, insanlardan umacağın var. Sənin insanlarla münasibətində bəlirli problemlər olacaq. Müşfiq müəllim, son dövrlər Bir misal idi. Son dövrlər fikir vermişəm ki, cəmiyyətdə oxuyanların, gənclər arasında xüsusilə oxuyanların sayı çoxdur. Daha çox kitab oxuyurlar, daha çox öz biliklərini, təcrübələrini artırmağa çalışırlar. Hətta özlərini dərk üçün müxtəlif yollara başvururlar. Yoga ilə məşğul olurlar, spiritual özlərini öyrənməyə çalışırlar. Hətta astroloji xəritələrini çıxardırlar ki, görə bu dünyaya niyə gəlmişik. Belə deyim də, özlərini dərk eləməyə can atanların sayı çoxdur. Amma sizə elə gəlmir ki, bu qədər oyanmağa çalışan insan var, amma insanlıq heç vaxt bu qədər hələ dərin yuxuda olmamışdı. Oyanmağa can atırıq, amma həqiqəti dərk eləyə bilmirik. Zəmanəmizi gözəlləşdirmək əvəzinə günü-gündən harasa pis, yolu bilinməyən bir qaranlığa sürüklüyürük də. Mən elə bir pessimist deyiləm. İnsanlar həmişə belə olublar, Günay xanım. İnsanlar həmişə belə olublar. Nəsimlər elə paçka-paçka olmayıbdır yer üzündə. O da düzdür. Tək-tək olublar həmişə o adamlar. Həqiqətin dərkinə çox yaxın adamlar. Və o bir adamlar da onun dərisini soyublar. O birisilər sadəcə çabalayıblar. O dəri soyan adamlar da normal adamlardılar. Yəni, amma onlar həqiqətin dərkinə yaxın deyirlər. Ona görə o durumdadılar. Bugün də o adamlar həmin adamlardılar. Adamların çoxsu Nəsiminin dərsini soyanlardan ibarət olur. Və sadəcə olaraq indi biz o adamlara orta məktəblərə doldurub, universitetlərə doldurub savad veririk. Dəyişən bir budur ki, əvvəllər cahil və axmaq adamlar savadsız idilər. İndi o axmaq və nadan adamlar savadlı olublar.
Ona görə biz biraz məyus oluruq. Mövqe dəyişib. Hə. Yəni ağıllı Onlar o nadanlıqlarını intellektuallığın arxasında gizlədiblər. Hətta belə bir savad alıblar, daha da nadanlıqları biraz da dərinləşibdir. Çünki biz belə bir maarifçilik dövründə yaşayırıq da. Amma ağıllı adamlar yenə də varlar. Azdılar. Əlbəttə ki, hə. Mən onlara tez-tez rast gəlirəm. Çünki görməyə başlamışam onları və sevinirəm ki, demək həmişə var imiş. Hər nəsildə mütləq ağıllı adamlar var imiş. Onlar dinozavrlar kimi qırılıb getməyiblər. Sadəcə olaraq onları görmək üçün də bir hazırlaşmaq lazımdır. Əlbəttə. Amma adamların hamısından elə bir müdriklük tələb eləmək ki, biz bunları məktəbə qoyduq, bunlar hamısı müdrik. Yox, o tutuquşudular da, savad almış tutuquşu olurlar və ətrafındakı adamların da həyatını xoşbaxt eləmirlər o tutuquşular. Və baxırsan ki, bu savad almasaydı bəlkə daha yaxşı olardı. İndi buna elə gəlir ki, nəsə bilir. Savad almayanda heç olmasa ümidi vardı ki, bir şey oxuyub öyrənərəm, bəlkə bilərəm. Belə bir şey yaranıbdır. Ona görə Allahın dünyasında əvvəllər nə olubsa, indi də o baş verir. Hər kəs öz axmaqlığı üzərində işləyir. Necə gözəl dediniz Allahın dünyasında. Hə. Bax, dünyaya məncə elə belə yanaşmaq lazımdır. biz Bəlkə də belə yaratmışıq. yanaşsa bütün insanlar, heç valla müharibələr də olmaz. Bu qədər qan da tökülməz. Allahın dünyasıdırsa nə istəyirsiniz buradan? Yəni heç kimə qalmayacaq, Yox, heç kimə şey müharibələrin aparmayacaq. olması məsələsi bu tamam başqa bir yerə gedir, çıxır əslində Günay. Çünki burada digər məsələlər də var. Biz buna bu cür yanaşa bilməliyik. Çünki insanlıq varsa, daim ziddiyyətlər var və kimsə kiminsə haqqını yeməyə çalışacaq. Bəli. Bu insanlığın təməl Elə struktur mən də onu qaydalarından deyirəm ki, biridir. yəni insanlar hər şeyin Allaha məxsus olduğunu bilsələr, heç nəyinsə üstündə bir-biri ilə mübarizə də aparmazlar. Və toplumlar var ki, yer üzündə bu həmişə olub, indi də var, sabah da olacaq, həmişə də olacaq ki, bu toplumlar daim kimisə haqqını yeməyə çalışırlar. Məsələ burasındadır ki, indi məsəl üçün bəzən müharibə əleyhinə səslənirlər. Mən qəti pasifist deyiləm, amma müharibəçi də deyiləm təbii ki. Lakin başa düşürəm ki, bax o məktəbdə, tənəffüsdə oğlanlar birdən bir qız üstündə dalaşırlar ha. Bəli. Bax müharibə odur. Bəli. Və bunun qarşısını alamazsınız. Qoyun vuruşsunlar. Çətindir. Ayırmayın onları belə çox elə mütləq ki, oğlan necə yetişəcək? O qız üstündə dalaşmalıdır, döyməlidir, döyülməlidir. Hə, o savaşçı ruhunu təmin eləməlidir də, Hə, ruhunun o savaşan sınanır. tərəfini. O sınanır, başa düşürsünüz? Allah bizi anamızın bətnində belə sınıya yaradıb. Həyatda da biz sınanmalıyıq da. Zaten də sınanırıq. Hə, indi elə bir vəziyyət yaradıblar ki, süni bir durum yaranıb. Təsəvvür edirsiniz, Avropada qaçqınlar gəldi, tökülüşdü Almaniyaya. Mən çoxlu belə videolar gördüm. Yekə almanlar yekə irqdilər, güclü irqdilər. Və bir ərəb ilişir bunun arvadına sataşır. Alman cavab verə bilmir. Mədəni alman bilmir nə reaksiya versin. Çünki bunun dalaşmaq instinktinin qabağına blok qoyublar ki, bu mədəniyyətsizlikdir, bu sivilizasiyaya uyğun deyil və adam qalıb əliyalın bu tərbiyəsizin qarşısında. Yəni, bu da doğru deyil. Süni bir həyat yaranıbdır. Ona görə qoyun biraz boğuşsunlar, bu insanların, millətlərin, həyatın özünə qayıtmasıdır həm də. Yəni heç kim qan tökülməsini falan istəməz. Amma həm də bilsinlər ki, sizin qərarlarınız böyük qanlara da səbəb ola bilər. Bir düşünün. Məsələn, ermənilər o separatizmi başlayanda ki, Azərbaycanın torpaqlarını qoparın, onlar bilmirdilər ki, o nəyə başa gələcək. İndi gedib Yelaburula baxsınlar, qəbirstanlıqları var. Özlərinə başa gələcəklər ki, bu nəyə başa gəldi, bu xülyalar. Bizə də zərər vurdular. Bizim də qəbirstanlıqlarımız, şəhidlərimiz var. Biz də ayıq olmadığımızın cəzasını çəkdik. İnşallah ki, daha həmişə ayıq olarıq. İnşallah. Əlbəttə. Fasiləmiz olacaq. Söhbətimiz çox maraqlı gedir belə, amma efirin öz qayda qanunu var. Hal-hazırda reklamların vaxtı, deyilmi dostlar? Gəlsin reklamlar. Məncə mahnı da yerinə düşdü. Əslində mənim fikrimcə hamı kimi olmayan, sevməyi bilən, bacaran insanların sayı nə qədər çox olsa bu dünya yer üzü cənnət kimi olar. Əlbəttə. Dinləyicilərimiz var, bizə çox yazıblar. Yazan hər kəsə təşəkkür edirəm. Yəqin ki, hamısını çatdırıb oxuya bilməyəcəm, amma 1-2 mesajı istəyirəm oxuyam. Daimi dinləyicimiz Bəyim xanım bütün kollektivimizi salamlayır, xoş gün arzulayır, təşəkkür edirik. Daha bir daimi dinləyicimiz Ucardan Allahverdi müəllim yazıb, bizi salamlayır. Dağlı, aranlı Azərbaycana, şimaldan cənuba hər yerə salamını göndərir.
göstərir və aran zonasındakı mənzərəni təsvir edir ki, burada insanlar kənd təsərrüfatı işləri ilə məşğul olur. Əkinin, biçinin qızğın vaxtıdır. Hamı o işlərlə məşğuldur. Onların da xoşbəxtliyi ordadır, bax Müşfiq müəllim. Onlar da indi hal-hazırda öz məhsullarını toplayırlar, əkinlərini əkirlər, öz xoşbəxt günlərini yaşayırlar. Tək ki, belə günlərin sayı çox olsun. Xalqımızın həyatında xoşbəxt günlərin Yəni bu sayı çox deməkdir ki, olsun. xoşbəxtlik megapolislərdə deyil. Bu o deməkdir. Xoşbəxtlik yəqin ki, yeri məlum deyil də, hardadır, içimizdədir, Tək megapolisdə deyil o. Hər yerdə var. ruhumuzdadır. Müşfiq müəllim, bu da deyirdi ki, həyat əzab çəkmək üçündür. Yəni insanlar bura gəlirlərsə əzab çəkməlidirlər və bu əzabı yaşaya-yaşaya öz ruhlarını yetişdirməlidirlər, kamilləşməlidirlər. Amma müasir dövrdə qəribə bir nəzəriyyə yarandı. İnsanların hamısı rahatlığı, xoşbəxtliyi rahatlıqda gördülər də. Hamı komfortun, rahatlığın dalı ilə qaçdı. Heç kəs əzab çəkmək istəmir. Bax, bu insanlar sizcə xoşbəxtliyi tapa biləcəkmi? Xoşbəxt cəmiyyət yarada biləcəkmi? Övladlarını xoşbəxt böyüdə biləcəkmi ən azından? Onlar ölümü tapacaqlar ancaq. Çünki komfortlu həyat istəyi əslində ölümdür. Qərb buna çox odaqlandı. Qərb ümumiyyətlə yaxınlarda buna fikir verdim ki, Şərq həmişə deyirdi ki, elə antik fəlsəfədə də bu belə idi. İnsanın xoşbəxt olması üçün onun kamilləşməsi lazımdır. Mənəvi yetişməsi lazımdır. Doğru ayarlara çatanda o həyatı doğru düzgün görəcək, anlayacaq və yaşayacaq, xoşbəxt olacaq. Bütün antik fəlsəfə də bu idi, şərq fəlsəfəsi də bu idi. Qərb dedi ki, mən sizə yeni bir texnokratik cəmiyyət quracağam. Məsələn, Francis Bacon'da var idi, Yeni Arqanun əsərində. Ki, yeni bir texnokratik cəmiyyət quracaq. Ya Tommaso Campanella'da da var idi, o utopik sosialistlərdə. O yeni cəmiyyət texnokratik olacaq və ədalətli olacaq və o zaman bütün problemlər həll olunacaq. Və faktiki olaraq texnika ilə bəşəri problemləri həll etməyə çalışırlar. Fikir verirsinizmi? Olan peyğəmbəri də Elon Musk'dır. Və ya onun kimi başqa birisi. Bundan əvvəl Bill Gates idi. Və ya bir başqa bir adam. Çünki belə bir adama sifariş var. Buddaya sifariş yoxdur ki, gəl bizə müdrikləşməyin yollarını öyrət. Sən bizə yeni bir gadget verginən və biz onun vasitəsilə həyatımızı rahatlayaq. O əzabsız, rahat yaşamaq istəyi nəyə gətirib çıxarıb? Təsəvvür edin. Adamlar evlənirlər, iki adamdır da, qız da, oğlan da. Bunlar əzablı yaşamalıdırlar. Bunlar əziyyət çəkmədilər. Əzab bunlara vacib buyurulub ki, bunlar bir-biri ilə qarpışa-qarpışa əziyyət çəkə-çəkə həyatı öyrənəcəklər, insanlığı öyrənəcəklər. Günlərin bir günü tapanda o insanlığı neçə illərdən sonra qucaqlaşıb ağlayacaqlar ki, biz nadanlığımızın bədəlini verdik illərimizlə. İndi nədir? İndi bunlar görüşürlər, birinci əzab siqnalları gələn kimi gedirlər boşanmağa. Əzab çəkmək olmaz, bu doğru adam deyil. Sən düz adamsan, sən də doğru adam deyilsən. Sadəcə olaraq bu əzaba qatlaşmağı bacarmırsınız. Əzablı həyatlardan qaçırlar, vətəndən qoyub qaçırlar. Ya burada problem var, gedirəm problemsizliyə. Gedir sonra görür ki, orada həyatı yoxdur. Daha böyük problem o var. Adamları hara aparacaqsan? Mən uşaq vaxtı bir film görmüşdüm, orada bir qız sonda adanı tərk etməli olurlar, deyib, bu adanı hara aparacaqsan ki? Əşyalarını yığdın, apardın. Yəni sən çıxıb gedirsən, tutalım ki, və bu qohum qardaşı hara aparacaqsan, ana-baba atağı hara aparacaqsan, onların qəbirlərini hara aparacaqsan. Necə yaşayacaqsan sən orada xoşbaxt? Amma bu illüziyanı da adamlarda kultivasiya edirlər ki, rahat həyat, həyatın mənasıdır, problemli həyat doğru həyat deyil. Sən dünyaya bir dəfə gəlmisən. Sən dünya, amma sən layiqmisən o rahat həyata. Sizə inandırım ki, Allah çox fərqli çeşidli hadisələr yaradır da ibrət almamız üçün. Biri görürsən ki, kasıb adamdır, qəfildən buna çox böyük paralar gəlir. Düşünərsən ki, bu adam xoşbaxt olacaq, verir o paranı bir neçə aydan sonra maşına falana, beşməkənə, sonra başlayır narkotik oturur. Çünki narkotik istifadə eləmək üçün də gərək para lazımdır. Sonra həyatını bir ilə çürüdür, məhv edir. Fikirləşirsən ki, bəlkə buna pul verməməkdə Allah haqlı idi.
Çünki adam əlinə aldığı pulla da xoşbaxtlığa çata bilmir. Adama elə gəlir ki, mənim bu problemim həll olunsa, iş problemimlə, bu problemim, bu birisi problemim, bu adam olmasa mənim həyatımda mən xoşbaxt olacağam. Belə bir film də var Müşfiq müəllim. Sən özünlə xoşbaxtsanmı ki? Bir gün oğlanın üsyan eləyir ki, mən Allah olsaydım, o ağlayan uşağa velosiped verərdim. Görür qonşunun uşağı ağlayır. Küncdə oturan kasıba çoxlu loteriyadan pul verərdim. Bir gün Allah buna icazə verir, deyir ki, sən bugün mənim bütün işlərimi görə bilərsən. Oğlan loteriyadan həmin adamın biletində çoxlu milyon qazandırır həmin adama, uşağa da velosiped verir. Evə qaydanda görür ki, uşağı velosipedlə maşın vurub velosiped sürəndə həmin kişi də öz arvadını qoyub çıxıb gedib. Onda deyir, hə, demək ki, Allah bilir kimə nə vermək lazımdır. Ona görə o rahatlıq istəyi həyatı rədd eləməyimizə gətirdi, çıxartdı. Başa adamlar yaşamırlar. Qaçırlar harasa. O bir mahnı var bizdə, rahatlıq istəmirəm mən, gedə üzü küləyə. Bir vaxtlar bunun romantika, gedə üzü külə, çətinlik həyatın gözəlliyidir, dadıydı. Acılar həqiqətən xörəkdən ətər acının yeməyə dad verməsi varsa, həyata da dad verir. Əslində o çətinlik yox, reallıq idi də. Reallıq həyatın özüydü, dadı idi. İndi isə hamı o reallıqdan İllüzor həyata, reallıqdan qaçır. Hamı reallıqdan qaçır. Bu da təzə bir tendensiyadır ya. Məsələn, Erich Fromm bir kitab yazmışdı, azadlıqdan qaçış. Və sübut edirdi ki, Avropa nasizmi ona görə seçdi ki, Almanlar azadlıqlarını transfer elədilər başqa bir adama. Çünki azadlıq bir yük idi onlar üçün. Bunu filosof Freydin tələbəsi idi, dərk eləmişdi. İndi insanlar ümumiyyətlə həyatdan qaçırlar. Reallıqdan qaçırlar. Bu virtuallığın həyatımızda rolunun artması da bundan irəli gəlir. Tam komfortu. Bu dəqiqə məsələn, bilirsin nəyin üzərində çalışırlar ki, 3D formatda monitorlar yaratsınlar, səni salsınlar o dünyanın içinə, tam o simulyasiya içinə, xüsusi eynəklər var, nə bilim, çalışırlar ki, elə bir şeyləsinlər ki, biz reallıqdan çıxaq, xəyali bir dünya ilə təmasda olaq. Artıq xəyali, virtual obrazlarla evlənənlər belə var. Süni intellektə aşiq olan belə var. Ərindən boşanıb, eşitmişəm o günü. Qadın danışıb süni intellektlə. Sonra həyat yoldaşından boşanıb ki, bu məni bu qədər anlamır, süni intellektlə. Amma o da sünidir. Nəysə, bu artıq söhbət çox maraqlı olanda adam bilmir ki, vaxt necə gəldi, keçdi. Artıq verilişimiz bitdi. Çox təəssüflər olsun. Sizə təşəkkür edirik iştirakınız üçün və dəyərli fikirlərinizə görə minnətdarlığımızı bildiririk sizə. Mən özüm də çox şey öyrəndim sizdən. Həyata olan həqiqi baxışınız mənə elə gəlir ki, bir çox gənclər üçün nümunəvidir. Yəni bir çox gənclər sizin o fikirlərinizdən örnək alıb yaşamalıdırlar. Ona görə də sizə təşəkkür edirik Müşfiq müəllim. Gəldiyiniz üçün də təşəkkür edirik. Və bu günlük bu qədər deyirik əziz dostlar. Hələlik. Sağ olun, sağlıqla qalın.